Kataloq yaratmaq üçün kataloq yarat düyməsini sıxırıq. 3 tarifdən birini seçirik. Əlaqə telefonumuzu qeyd edirik qeydiyyata keçmək üçün. İstifadə şərtlərini oxuyuruq. Oxuyandan sonra qəbul et və bir də qeydiyyatdan keçmək üçün telefon nömrəmizə SMS gələcək. O SMS-də yerləşən kodu, göstərən kodu yerləşdiririk həmin o xanaya. Məhsullarımızı yükləməyə başlayırıq. Bir məhsul, digər məhsulu yükləyək. Nümunə üçün bu şəkil yüklədim. Növbəti düyməsi sıxırıq. Məhsul haqqında məlumatı əlavə edirik. Qısa təsvirini. Kateqoriyanı seçirik. İstəyə bağlı olaraq qiymət, endirim markalarını yaza bilərik. Növbəti məhsulumuz haqqında məlumat əlavə edirik. Buradan da kateqoriyanı seçəndən sonra burada qiymət əlavə eləməyək. Növbətini klik edirik. Burada isə 3-cü addımda mağaza haqqında məlumatları əlaqə telefonlarını qeyd etdikdən sonra yayımla düyməsini sıxacağıq. Onu da yazıram. Əlavə nömrəsi əlavə nömrə əlavə olunur. Yoxdursa boş qoyuruq. Səsi əlavə edə bilərik. Ünvan əlavə edirik. Varsa yeni ünvanda, ikinci ünvanda. Daha sonra iş saatlarında seçə bilər, seçmə edə bilərsiniz. Yayımla düyməsini klik edəndən sonra kataloqumuz hazırdır. Bu bizim linkimizdir. Paylaş düyməsini klik edəndə WhatsApp-da ya hər hansı sosial şəbəkədə paylaşa bilərsiniz.